Bismillahirrahmanirrahim. Salam dəyərli müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Ən'am surəsinin 44-cü ayəsi ətrafında danışacağıq. Allah Teala bu ayədə günahkarlara verilən möhlətin fəlsəfəsi barəsində danışır. Bilirsiniz ki, Allah Teala hər bir işi hikmət üzündən görür. Elhamdülillahi Rabbil alemin. Aləmlərin idarəçiliyi Allaha məxsusdur. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbinə. Allah aləmlərin Rəbbidir. Hər şeyi Allah idarə edir. Biz insanlar səhv edəndə, xəta edəndə Allah Teala bizə möhlət verir. Şərait yaradır ki, səhvimizi başa düşüb ona sarı qaydaq, tövbə edək. Allah bunun üçün bizə həm fitrət verib, həm ağıl verib, həm kitab göndərib, həm peyğəmbərlər, imamlar göndərib. Bütün bunlar hamısı onun üçündür ki, insan Allahın yolunu tapsın və o yolda, o istiqamətdə hərəkət eləsin. Amma insan səhv edə bilər. Səhv yol tutmamalıdır. İnsan səhv edə bilər. İnsandır, unutqandır, xəta edir. Allah da Quranda bunu deyir ki, biz sidqi qəlb ilə səhvindən qayıdanları qəbul edirik. Bu ay, xüsusilə Ramazan ayı, bu insanlar üçün, ümumiyyətlə bəşəriyyət üçün fürsət ayıdır. Amma İnsan var öz günahlarını bu ayda bağışlatdırır, insan da var yox, öz mənəvi məqamını yüksəldir. Onun ya günahı yoxdur, ya da çox azdır. Bu ayda o öz mənəviyyatını artırmaq üçün, zənginləşdirmək üçün, uca zirvələrə yüksəlmək üçün çalışır. Amma indi biz adi insanlardan danışırıq, sıradan olan insanlardan danışırıq. Səhvlərimiz var, xətalarımız var. Allah da bizə şərait yaradır ki, qaydaq. Vədə verir ki, Allah tövbələri qəbul edəndir, günahları əfv edəndir. Amma insanlar var, onlar nəinki tövbə etmirlər, nəinki öz səhvlərini başa düşmürlər, hətta daha da irəliyə gedirlər. Bir mərhələ var, Allah buyurur, ta o mərhələyə qədər biz insana xatırladırıq. Ya indi ola bilər yuxu ilə ona təsir eləyər. A'tabahu fi nawmi. Hədisdə gəlib, Allah sənə yuxu ilə təsir edəcək. Bu yuxu sənə göstərəcək ki, ayıl cinan, başa düşməyəcəksən. Alimin sözü ilə anlamayacaqsan. Hər hansı bir hadisə ilə, problemlər qarşıma çıxartmaq ilə. Quranda Allah Teala ayələrdə deyir ki, xüsusilə bu ayənin əvvəlində də, Möminun surəsində də, Allah buyurur, biz bunların qarşısına problemlər çıxardırıq, bunlar niyə Allaha sarı qayıtmırlar? Problemlərin, sıxıntıların səbəbi budur ki, sən ayılasan. Amma elə bir mərhələyə gəlib çıxa bilir müəyyən insanlar, onlar artıq hidayət olmurlar və onlarda hidayət potensialı tam sıfıra enir. Allah buyurur bu ayədə Ən'am surəsində, فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ Bizim dediklərimizi tam ondandan sonra Fətəhna aleyhim abvaba kulli şeyin. Bütün qapıları onların üzünə açırıq. Yəni, ola bilsin, onun işləri çox yaxşı gedir. Bütün günah qapılarını üzünə açarıq ki, qoy geçsin. Artıq Allah insanı öz öhdəsinə buraxır. Öz rəhmətini, bərəkətini üzərindən götürür. Allah öz bəndəsinə problem çıxardır ki, o Allahdan uzaqlaşmasın, cəmiyyətə qarşı xəyanət, cinayət etməsin, böyük səhvlərə yol verməsin. Problemlərin fəlsəfəsi budur, insanın diqqəti Allahda olsun. Öz vicdanının səsini eşitsin. Allahın elçilərinin səsini eşitsin. Diqqəti Allahda olsun. Yox, əgər Allah insanı öz başına buraxırsa, bu ən böyük bəladır. Ayədə də Allah onu buyurur. Fətəhna aleyhim əbvaba kullə şeyin.
Əbbaba kulli şeyin. Bütün şeylərin qapısını açırıq onun üzünə. Hətta izə fərihu bimə utu. Ona verilənlərə görə hətta çox fərəhlənir. Çox sevinir ki, mən xoşbəxtəm. Mən görürsən cinayət də eləyirəm, xəyanət də eləyirəm, quyu da qazıram, insanlara zülm də eləyirəm, amma işlərim yaxşı gedir. Ayənin davamında Allah Taala buyurur: "Əxadnahum bəğtətən." Onları biz qəflətən tuturuq. Qəflətən alırıq. Fəizəhum mublisun. Onda onlar müblis olurlar, məyus olurlar. Onda onlar başa düşürlər ki, bütün bunlar hamısı tələ imiş. Siz görübsüz, məsələn, bir toyuğu tutmaq istəyirlər, xoruzu tutub kəsmək istəyirlər. Bəziləri dalıca qaçır, bəziləri də qabağına yem atır. Yem atır, durur yerində. O da dənliyə-dənliyə buna yaxınlaşır. O elə bilir ki, bu onu yemləmək istəyir, ona qida vermək istəyir. O bilmir ki, bunun üçün tələ qurub. Allah da buyurur ki, mən də o zalım, insanlara zülm eləyən, haqsızlıq eləyən, insanların haqqına girən, o xudbin, xudpərəst, təkəbbürlü insanlara bu tələləri qururam. Əxadnəhum bəğtə. Onları biz qəflətən alırıq. Fəydəhum mublisun. Onda onlar məyus olurlar. İblis sözünün mənası da məyus olmaqdır. İblis Allahın rəhmətindən məyus. Onda anlayır ki, bütün bunlar hamısı tələ olubdur. İnnə batşə rabbikə ləşədid. Allahın tutmağı şiddətlidir. Allah qəflətən tutur. Bu ayədə də buyurur, əxədnəhum bəğtətən. Biz qəflətən tuturuq. Digər bir ayədə buyurur, İnnə batşəhu şədid. Həm şiddətlidir, həm də qəflətən gəlir. Və hum la yəşurun. Digər ayələrdə də gəlib ki, onlar sənəstədricuhum min haysu la yəşurun. Biz onlara dərəcə veririk. Onun qabağına yem tökürük, qapıları üzünə açırıq. O elə bilir ki, Allah bunu sevir, Allahın bundan xəbəri yoxdur. Da anlamır ki, yox, əlhəmdülillah Rabbil aləmin. O aləmlərin Rəbbidir. Hər şey onun nəzarətindədir. Deyir, həm onu qəflətən tuturuq, həm də şiddətlə tuturuq. Dünya da yığışsa, əlimizdən onu ala bilməz. Biz öz bugünkü dünyamızda buna şahidik. Zalimlərin aqibəti, Nəmrudların, Fironların, digərlərinin aqibəti nə olubsa, onların bugünkü davamçılarının da aqibəti elə olacaqdır. Bu Allahın vədəsidir, bu Allahın hökmüdür. Sadəcə olaraq bizi imtihan edir. Allah onlara da möhlət verib. Digər ayədə Allah Taala buyurur, elə güman etməsinlər. Biz onlara möhlət vermişik, onların xeyrinədir. Yox, biz möhlət vermişik ki, daha da cinayətlərini artırsınlar və Allahın əzabı qəflətən, şiddətli surətdə onları öz ağışına alacaqdır. Bu Ramazan ayı bağışlanmaq üçün ən münasib aydır. Allah bizi bağışlasın. Səhv etmişik, xətalarımız var. Bu ayda özümüzü bağışlatdıraq. Allah eləməsin ki, o bəndələrdən olaq ki, Allah buyurur, onlar bizim xəbərdarlıqlarımızı unutdular. Biz də onları öz öhdələrinə buraxdıq. Allah bizi bu bəndələrdən qərar verməsin. Bir daha sizi Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.